که من میکنم قلم Bismillahirrahmanirrahim. Ulu Tanrı inadıyla. Beyin mühəndisliğine qarşı Türkçə əski kitablar proqramının 222-sini başlayıram Allahın adıyla. Geçen gün 221 yerine 222 demiştim ama yazıda onu düzelttim. Hər halda səsdə və təsvirdə qalacaqdır. Gedək görək ki, bugünkü şansımıza hangi kitablar gəlir və bizim beynimizin, dilimizin, görüşümüzün, anlayışımızın gəlişməsində hangi yeri oynayacaq. Dünən ən sonuncu kitab ki oxuduq, Töhfətül Mövta idi. Çox cəlib kitab idi bu. Ölüm məsələsi çox ciddi bir məsələdir. Və insanın həyatının ən acı və ən doğru varlığıdır. Yəni, dünyada iki şey hər şeydən, yəni hər şeyi deyə bilirik, yalandır, iki şey deyə bilmərik. Bir doğulmağımız, bir də ölməyimiz. Onun üçün insanlar tarixdə ölüm mərhələsində çox ciddi çalışıblar, vaqiiyyət olaraq qəbul ediblər, ondan yaşayıblar və onu yaşayıblar. Onun üçün, məsələn, Misirdə özəlliklə Suldanda, yəni, məsələn, mən Suldanlı bir alim ilə danışırdım. Deyirdi ki, Misirdəki əhram vardı, o əhram Sudandan Misrə gedibdi. Dedim, necə? Dedi ki, siz Misirdə əhramın sayını az görərsiniz, 3-5 dana vardı. Amma Sudana geçsəz, Sudan əslən əhram məmləkətidir. Minlər əhram var. O böyüklükdə də kiçik-kiçikdir. Amma düşüncə oradan gəlibdir. Bu, indi dünyanın bir yerində də qəbristanlıq vardı, filan vardı. Bunlar gedirlər, yəni bu iki ölüm çox-çox önəmlidir. Zindicanlığın bir parçasıdır. Hər halda insan ölür də. Və biz ölüm haqqında çoxlu, tamam bəşəriyyət ölüm haqqında düşünübdür. Ölüm haqqında beyinlər yorublar. Fırtınalar yaradıb, beyin fırtınası yaradıblar. Çalışıblar ki, ondan bir təsəvvür yaradalar, ondan bir dünya yaradalar və o dünyanın üzərinə bu dünyanı quralar. Yəni, gəlmişik dünyaya, tamam, ölürük, xarac edirik, nə oluruq? Onun üçün həm bədənə, bu ətə, sümüyə, qana, gözə, başa, buruna, ələ, əyağa, dırnağa, dəriyə bir dünya yaradıblar. Həm də bir ruh deyə bir şey yaradıblar ki, əgər bədən də aradan geçsə, bu həqiqəti görüblər ki, bədən aradan gedir toprağın arasında. Bir ruh var gedəcəkdir, yatacaqdan bu bədən diriləcəkdir. İnsanlar tüm şeydə, insanlıq yaşamında heç bir məmləkət yoxdur ki, ölüləri olmasın, ölüləri haqqında ciddi düşüncəsi olmasın. Ya da olsa, mənim xəbərim yoxdur. Amma oracan ki, bülünür, heç bir millət yoxdur ki, bunu düşünməsin. Məsələn, təbbətdə insanlar öləndən sonra onları doğrurlar, tikə-tikə verirlər, heyvanlar yesin. Quşlar, filanlar yesinlər. Elə mötəqiddirlər ki, insanın bədəni gedir, ayrı bir heyvanın bədəni olur, ondan uçur. Ruhu da uçub gedibdir və təbiətə qoşulur. Təbiət bizim nəmənəmizdir, davamımızdır, filanımızdır. O cürsə bir düşüncələr var. İndi gələk görək ki, bizim Türk milləti, müsəlman Türk millətimiz ölüm haqqında necə düşünüblər? Ölümün ətkisi bizə nə olmalıdır? Ölənə nə olmalıdır? Qalanlara nə olmalıdır? Ekonomik olaraq, iqtisadi olaraq, əxlaqi olaraq, ruhi olaraq, ailə ilgiləri, toplum ilgiləri bunlarda nə olmalıdır? Çünki kiçik bir hadisə deyil. Necə ki, bizim doğulmağımız kiçik bir hadisə deyil. Dünyada çox etki buraxır. Biz bunu görək, görməyək.
bizim doğulmağımız dünyada çox etki buraxır. Ha belə ölmağımız da, itkimiz də dünyada çox böyük etki buraxır. Qəbul eləyək, eləməyək. Onun üçün bu kitab məncə çox mühümdür. Görək ki, türklər, müsəlman türklər ölümü necə düşünürlər? Həm ölünün özü ölməmişdən qabaq nə etməlidir? Həm öləndən sonra başına müsəlman türklər fikirləşirlər ki, nə olacaqdır? Başına nə gələcəkdir? Həm onun ailəsi, həm o müsəlmanlar nə edəcəkdir? Çox ciddi bir məsələdir. Bugünkü kitabları açsaq, mən istəyirəm bu günləri 2 kitab açım, indi oxuya bilirik, oxuya bilmərik. Görək ki, nələrdən ibarətdir. Birinci kitabın başının üstündə yazıblar ki, Hikaye-i Şah İsmail və Gülzar. Ehtimal verirəm ki, Şah İsmail və Gülzar dedikləri Şah İsmailin birinci xanımı olacaq. Ehtimal verirəm. Ki, zahirən, hələ oxuyaq görək da, ehtimal verirəm budur. Əlbəttə, mən uşaq idim, Təbrizə köçmüşdük, radio almışdıq. Orada biz Urmiyadan bir bərnamə olardı, aşıqlar icra elədi. Aşıq Dehqan idi, Aşıq Qurbani idi, Aşıq Dərviş idi filan. Allah rəhmət eləsin. Bunlardan mən bu nağılları eşitmişdim. Yəni, məsələn, Şah İsmail haqqında çox ciddi nağıllar, uzun nağıllar vardı. Hər gecə qulaq asardıq, həftədə 2-3 dəfə olardı, amma yadımda deyil də, çoxdan geçibdi. Bəlkə bilmirəm, bir gün, bir gün yox olardı ya, bir gün filan nağıl olardı, bir gün filan nağıl olardı. Onlardan mən bunları eşitmişəm, amma indi üstündən deyək bir 50 il geçir. Bəlkə də çox 52 il zat geçir və tamam, onlar xatirəmdə yox kimidirlər. Beyin saxlamır, çünki daha getdikcə önəmli bir şeylərə düşünür və deyir, bəlkə odur və bir də köhnələri işlətməyəncən yaddan çıxır. Kitaba baxaq görək, kitab nədir? Kitabın əvvəl burada enin boyun ölçüblər. Burada əlbəttə bəlli deyil ki, kitabın özü buradan olacaqdır. Hər halda burada ölçüblər, mən görmürəm. Bu cildidir, kitabı açıblar cildin. Daldan 2 cildin ikisindən Şirazə də ortada əks salıblar. Üstə də bir şey qoyublar, onun əksin salıblar, ölçüblər. Əcəba bu 3-cü santimetrdən qoyublar ta 29. Yəni bu kitabın bu iki səfəsinin eni 26 santidir. Yəni hər səfəsinin eni 13 santimetridir və boyu isə yenə də burada 2-ci santimetrdən qoyublar 22-ciyə, şəhət də 22 yarıma. Bu da olar 20 santıda bunun boyu olar, hududən. Kitabın biraz yekəldim, əlbəttə bunun səhvəyə qəşəng yerləşsin və yaxdan bunu eləmirəm, zorla oxumağa çalışıram. Kitabı açıbdır, bir cildin, bura cildin içərisidir. Görürük kitabın ortası biraz cırılıbdır, xəsarət görübdür. Bu tərəfdə 3 dənə at nəqqaş çəkməyə çalışırmış adam. Aşağıda da yap belə xərabın çəkməyə çalışıbdır. O birisi səhvəyə getiririk. Burada Şah İsmaili belə bir xətt ilə yazıbdır, oxuya bilmirəm. Yenə də bir çarşıvə çəkiblər. Orada ehtimalən Şah İsmailin nəqqaşisi də at üstədir. 2 dənə da yanıncan şikar iti var. Amma sonra götürüblər bunu da, arxasında da ehtimalən oxu var. Ox qutu şeyi var, qabı var. Amma sonra bunu götürüblər, qərəliyiblər. Görsənməsin. Amma görsənir. Yəni azdan çoxdan adam bunu görə bilir. Sonra kitabın özünə yetişirik. Kitabın içi başlayır. Hikayət-i Şah İsmail və Gülzar. Kitabın elə əslin adı budur. İndi bugünkü cələsədə burada 2 dənə da bələdiyyə. Bu da ehtimalən
bələdiyyə kitabxanasındandır. Kütüphanəsi, bələdiyyə kütüphanəsi, amma haranın bələdiyyəsidir, şəhridarisidir, onu yazmayıbdır. Ad hikayəti Şah İsmail yazıbdır və Gülüzar. Gülüzarı da dal zeynə yazıbdır. Kitabı beləsi baxıram elə, əvvələn Şirazə, yəni orta, kamilən cırılıbdır və demək olar ki, bir-birindən səfələr ayrılıb. Bu səfədə görsənir, o Şirazəni ki, iplə, sapla toxumuşdular, tikmişdilər. O da görsənir kamil halda. Kitabın başında, yəni o adın yerində bir nəqqaşi çəkilibdir. O nəqqaşinin içində kitabın adı yazılıbdır. Çarçıvəsi vardır. İki xətt ilə, bir-biri ilə azca aralı, iki xətt ilə qərə çarçıvəsi var və əlbəttə indi bu kitab əcəba əl yazısıdır ya daş yazısıdır. Ehtimal verirəm ki, əl yazısı olsun. Amma baxarıq, görürük ki, bir şeylər buradan çıxada biləcəyik ya yox. Sətirlər az fasilə ilə bir-birlərindən yazılıblar, kəlmələr bir-birlərindən ayrıdır. Hər kəlmənin hərfləri ki, bir-birinə yapışıbdır, səsini qoyublar üstünə, istandart eləyiblər. Bu çox önəmlidir. Hətta əgər çap olmuş olsa da yenə də çox önəmlidir. Çünki biz kəlməni o tarixdəki yazılıbdır, cümlələr, səslər o zaman çıxıbdır. Biz onunla indi bunu oxuya bilərik. Oxuması çox rahatdır. Nəzərimə gəlir ki, bu kitab şeydir, əl yazıdır. Hardan bunları deyirəm? Biri bu ki, bəzi yerdə rəng azalıbdır. Əcəba, sual. Əcəba bu bir ayrı rəhdə yazılmışdır. Ona görə belədir. Qətlən bu fotokopu deyil, bu əsli kitabdır. Yəni, bir kitabdan, indi hangi nüsxəsidir, onu bilmirik. Əsli nüsxə o deyil, qətlən əsli nüsxə xətti çox olar, xərabızadı çox olar. İndi bunu gəldikcə baxarıq. Məsələn, burada dəgüldür bu şəkildə yazıbdır. Burada K bu şəkildə yazıbdır. K'lər bu şəkildədir. Getmiş bu şəkildədir. Nəzərə gəlir ki, məsələn, bu dəgüldür, əgər hər yerdə beləsi yazılsa, məsələn, dedim, çox yerdə o cür yazılmayıb. Burada o dəgüldür kəlməsi gözə çarpır. Əvvələn çox uzundur. İkinci, kaf beləsi bir uzun bir şeydir. Yəni, özü, bu kaf özü 3 kəlmə, ya 3 kəlmə də deməsək, ən azından 2 kəlmənin yerini tutubdur. Bunu o birisi K'lərdə görmürəm. Əcəba bu təkrar olurmu? Bir də burada, əlbəttə, o ola bilər ki, arxadakı bu cöhərin yeri olsun. Deyirəm, bəlkə o orada silinib, təzəşdən yazılıb. Külüb, ya da gəlüb ehtimalən, xalcəsi gəlüb. Gəlüb də o cür yazılıbdır, yəni o K kimi yazılıbdır. Sən gedir. Bu da ehtimalən o şəkildə yazılıbdır. Bəllidir ki, bəzi yerdə K-ları dediyim kimi çox böyük yazıblar. Bəzi yerdə çox məmuli yazıblar. Məsələn, kömək ilə gəlüb, yenə də burada fərqidir. Bəli, əl yazıdır. Çünki bəzi K-ları o cür böyük yazıblar, bəzi K-ları kiçik yazıblar. Bu, bunu göstərir ki, adam hələ qərar verə bilməyib ki, məsələn, K-ların hamısını bir cür yazsın. Amma çox diqqətli və standart bir şəkildə yazıbdır. Nəqqaşiləri də görürük. Yəni, burada qərə midatla dərvişləri görürük. Bir qəbristandır ehtimalən, ya bir, nə bilim, bir yerdə orada oturublar və bir ayrı dərviş gəlib onları görməğa. Burada da bir ayrı nəqqaşi ilə qarşılaşırıq. Çadırdır və 2 xanım, bir oğlan da burada uzanıbdır. Ehtimalən ya ölübdür, ya yaralanıbdır, ya hər nə o cürsü görürük. Kitabın şeiri çoxdur içində.
Aldı Şah İsmail. Şah İsmail burada sözü alır və aşıqlar dediği kimi şeir oxuyur. Aldı Şah. Şah da sazı basır bağrına. Bizim şeyimizə diqqət buyurun, yəni ədəbiyyatımıza. Bu nağıllar bizim ədəbiyyatımızdır. Biz çox ciddi bu Rupalıların nə bilim neçə fərsəx zirə zəmin, nə mənə filan bunlar hamısını oxumuşuq, çərəndi pərəndiyat. Amma onları bilirik, amma özümüzün ədəbiyyatımızdan və fərqli çox belə janrləri əgər desəm, yəni temləri, mövzuları, qonuları və necə yazılması fərqlidir. Dünyada roman romandır. Yəni bir dənə romanı başlayırlar. İndi bu elmi olsun, cinayi olsun, seksi olsun, qorxumaq olsun, sayins olsun, fəzalar üçün olsun, gülməli olsun, aşıqanə olsun, nə olur olsun, hamısı bir cürə yazılır. Tənəvvü yoxdur içində, ədəbi tənəvvü yoxdur. Amma Azərbaycanın ədəbi yazılmasında çox tənəvvü görürük biz. Həm bu romanlar keçibdir, bizim içimizdə var, həm bizim romanlarımız tarixi ilə qatışıqdır, həm də məsələn şeir ilə roman bir-birinin içində yaşırlar. Nəqqaşi şeir, roman bir-birinin içində yaşırlar, miniatür yaşır. Eyni halda tarixi də tarix olaraq, nəinki şey olaraq, yəni nağılın içində bir hadisə olaraq, yox, tarix olaraq şeyin içində yaşır, yəni. Şəxsiyyət özü tarixi bir şəxsiyyətdir. Yəni Şah İsmail bir tarixi bir şəxsiyyətdir. Burada da görürük ki, bir nəqqaşi çəkiblər. Adam atdan neçə qat yekədir. Yəni atın küllüsü. Bu da istəyir ki, adam mühümdür, at mühüm deyil. Neyzəsi də, uzun da bir neyzəsi var. Gəlir burada indi burar. Hər halda bunlara baxırıq. İndi burada bir otaq çəkilib, bir neçə xanım qız vardı və bir nəfər içəridə Sütül oğlan desək, Sütül bala. Əşrəf Əfəndi 1308-də bu kitabı əli taxıldı, beləsi bir şey yazıbdı. Yəni ehtimalən burada bu şey deyir və Əşrəf Əfəndi bu kitabı 1308-də alıbdı ehtimalən. Əlbəttə burada da bir hesablar yazıblar. Bu nəqqaşının üstündə bir yer tapıb orada başlayıb hesablamağa. Bizlərdə bu cür bir şeylər vardı. Yəni kitabda hər tərəfi demək olar ki, tutulubdur. Yer yazmağa yeri yoxdur. Biraz bunu kiçiklətməliyik ki, bu görsənsin küllü səfə. Nəqqaşilər yenə görürük, bu fərqli bir kitabdır. Yenə bir ayrı nəqqaşilər görürük. Və şeirlər çox cəlibdir. Şah İsmail və Ərəb Üzənci. Ərəb Üzənci. Ərəbi zəngini üzənci deyiblər. Məncə belə gəlir. Zənci, yəni məsələn qərə ya zənci, qərə deməkdir, ehtimal verirəm. Məsələn burada ona ad olar, üzənci deyiblər, yazıblar. Mənə belə gəldi, əlbəttə. Nəqqaşələri çox cəlibdir. Kitab burada cırılıbdır, üstünə bir çəsbi kimi bir şey yapışdırıblar. Sonra da o qopub düşübdür, yeri qalır. Və kitabın sonuna gəldik, çatdıq. Yəni 22-ci səhifədə cəlibdir. Necə oldu bu? Çox hiç oldu birdən-birə səfə. Əvvəl görək ki, bu kitab ha zaman yazılıb. Yazıb ki, pedərini dəfn edib bir qaç gündən sonra Gülüzarə dügün qurdilər. Dügün, həman yəni toy. Dügün qurdilər. 40 gün, 40 gecə olub bir cümə gecəsi Gülüzar xanım murad alıb, murad verilir ya da verdigir, belə bir şey, zı deyil, ehtimalən zı da ola bilər. Ertəsi cümə gecəsi dəxi Gülpəri ilə murad alıb, murad verdilər. Mövla sizlərə olacaqdır. O da üst ehtimalən verdilər olacaqdır. Kaf dəyi, səsdir, yapışıb ona. Tamam, bunu örgəşdik, verdilər və bizlərə və cümləyə bir muradu kamyab olmaq nəsib və müyəssər əyliyə, amin.
İndi burada aşağıda görək ki, nə yazır? Orada qutarıbdır kitab. Kitabı da son səhifəsin möhürləyiblər. İstanbulun bələdiyyəsi olacaq. Çünki bu möhür burada o şey ki, farsça bərcəstə deyirlər. O möhür burada səhifəni qoyublar, arasına basıblar. Kitab bərcəstə görsənir. Yəni şeydir, İstanbul Bələdiyyəsinin arını görsənir. Sayi معارف ایه حضرت شاهنشاهیده توپخانه آمره استحکام alایləri istehkam aləyləri litoqrafiya dəstgahlarında İşbu Şah İsmail hikayəsi 1271 sənəsi Mah-i Mühərrəmül Həramın əvailində təb'i və təmsil olundu. Pəs bu kitab çapdır, daş çapıdır sizlə. Yəni, axirində yazdıqları üçün Sayi Maarifu Ayi Həzrəti Şahenşahidə Topxanı Amiri İstihkamı alayları ərteşinkidir ehtimalən Topxananın ki litoqrafiya dəstgahlərində dəstgahdır bu da. Ehtimalən daş çapı da olsa o cürsü bir şeydir. Bu kitab 1271 sənəsində 71 Hicri qəməridə çap olmuş. Tamam, bu kitab çap olubdur 46 səhifədə, 23 vərəqdə, yarpaqda. Və kitabın son cildində də görürük, burada İstanbul Bələdiyyəsi, İstanbul Böyük Şəhər Bələdiyyəsi Atatürk kitablı. Atatürk kitablı. Tamam, burada kitab qutarır da gedir. Bundan fəqət bir səfə oxuram, çünki nəzərimə gəlir ki, öncədə buna bənzər bir şey oxumuşuq. Bəlkə də aynıdır, amma elə o da yadıma gələn daş çap idi. Mən deyirdim, bəlkə fərqi olar, bəlkə nəqqaşilərində zadında fərqi vardı, bəlkə də yazılmasında fərqi vardı. Hər halda bir səfə oxuyayım əvvəllərindən və gedək sonra bir ayrı kitab oxumağa. Bu günləri biraz formatı değiştirdik. Umarım ki, xeyirli olsun. Hikayət-i Şah İsmail və Gülüzar. Ravilər şöyle rivayet ederler ki, Əcəmdə bir padişah var. Gəndəxar padişahı. Burada bir var. Bunu indi nə mən oxuyacaq? Cəlibdir, çox oxuya bilmirəm. Var idi, nə mənə bura düşməyibdi, kamil oxumur. Gəndəxar padişahı. Gəndəxar nə deməkdir? Əvvəl bunu Google-dən bir soruşaq görək ki, Gəndəxar haradır? Ehtimalən Gəndəxar nə anlamına gəlir ya nə anlamına gəlir? Bunu bir Gəndəxar xar yazmışdı ya. Gəndəxar yazmışdı. Gəndəxar. Gəndəxar nə deməkdir? Kəlmə-i Gəndəxar o Gəndəxar təhəmmül məna və dəlalətl müxtəlifə həsəb-ü siyaq iləykə əbrəzuha. Çox üzr istəyirəm. Ərəbcə yazıbdır. Pis deyil mənə ərəbcə öyrətməsi, amma Mədinətü Gəndəxar Gəndəxar hiyə min əşhərül müdünül əfqaniyyə və tə'təbiru tarixən mərkəzən səqafiyyən və iqtisadiyən. Fərhəng və o şey ki, indi İranda fərhəng, kültür deyilir dünyada, Avropada. Kültür və ekonomi mərkəziymiş. Huma fi Cənubi Əfqanistan əssəsəha Əl-İskəndər Əl-Əkbər İskəndər Əl-Rəxciyyə və kanət asimətə dövləti Dəraniyyə. Dəraniyyə dövlətinin də Əl-Mən Əl-Lüğəvi fil-Farsiyyə vəl-Urdiyyə
orduda nə mənədir onun mənası? El-kelimətü mürəkkəbətun min cüz'eyni fi ba'zil təfsirati şəabiyyə. Millət şəabi milli. Qənd. Təğni əs-səkər ul-həlva. Şəkər ya halva şirin. Har qad təşiru ilə əl-əqdi əvl əl-kəlilə. Əl-iklilə. Əv xar be mənay şokr. Burada çətin oldu. Çətinə düşdük. Yazaq ki, türkcə yaz. Türkcə yaz. Görünür ki, sözün kökü ya da hansı dildə yazılması haqqında maraqlanırsınız. Bu kəlmə qəndixar, qəndihar haqqında dil baxımından bir neçə nüktə var. Türk dilləri ilə bağlantısı. Gör, orada ərəbcədə yazanda fərqli yazmışdı, indi türkcəyə gələndə fərqli yazır. Yəni, insanların istəyinə görə yazır. Yəni, bu ad əslində Pəştu və Fars dillərində işlənir. Orada belə bir şey yox idi. Amma tarix boyu bu bölgə Türk hökmdar yarının hökmdarlarının olacaqdı. Qəznəvilər, Səlcuqilər və Teymurilər nizarətində olduğu üçün Türk dilində də özəl bir yeri var. Bu da bizim üçün bunu gətirdi, dedi. Yazılış. Türkcədə istər İstanbul türkcəsi, istərsə də Azərbaycan türkcəsi bu şəhər Kandahar ya da Kandahar. Bu şeycən olur, yəni ordu. Qədim mətnlərdə, əski türk mətnlərdə və Osmanlıca yazılarda da Qəndihar kimi qeyd olunub. Kəlmənin anlamı. Bu kəlmənin kökü haqqında neçə nəzər var. Yunan kökü. Çoxlu tarixçilər inanırlar ki, bu ad İskəndər, Alexander adından götürülübdür. İskəndəriyə, Kəndihariyə. Nə cür sı gedibdir, şeyə olubdur, orası biraz çətindir. Qəndihar. Sanskrit köklü, bəzilər onu Qandahar bölgəsi ilə bilirlər. Ədəbiyyatda əgər sözünüzün məqsədi bir şeir ya da özəl bir məsəldirsə, məmulən qənd, şəkər ya ilə xar, tikan arasında bir təzad yaratmaq üçün işlənə bilir. O, nə gözəl, diqqət eləməmişdim. Siz özəl bir kitabda ya da mətnində bu kəlmə ilə qarşılaşmısınız? Sual soruşur məndən. Bəli. Bəli. Tamam, elə bu qədər yetər, çünki istəmirəm sözü uzaldaq, qeydaq kitabdan oxuyaq. Pəs bir padişah var idi, ehtimalən var idi, Qəndixar padişahı dərlərdi. Amma yenə türk padişahı olur bu. Dedik ki, keçən 1200 ildə, 1300 ildə ən azından buranın hakimləri, türklərin, hökuməti türklərin əlində olubdur. Amma bunu, əlbəttə bunu dəqiqləşdirək da, indi beləsə atdıq, tutduq, yəni ki, deyil. Ən əski türk hakimi Qəndiharda hansı zaman hükümet etmiş? Əlbəttə bilirik ki, Qəndihar və yəni bugünkü Əfqanistan türklərin ədəbi paytaxtı olubdur. Burada da onu deyir ki, Qəndihar bölgəsindən ən əski və ilk türk hakimiyyəti Qəznəvilər dövrünə aiddir. Bu dövrü, əlbəttə buradan qabağı tarixdə biraz gizlindir, yəni çox bilinmir. Bu dövr Qəndiharın tarixində türk mədəniyyətinin və hakimiyyətinin başlanğıc nöqtəsi sayılır. Bu haqda əsas məlumatlar bunlardır. Sultan Məhmud Qəznəvi 998-dən ta 1030 miladi illərində, yəni 1025 il bundan qabaq, hətta yox, 26 il, 1030 il, 1028 il. 1028 il bundan qabaq deyir ki, Qəndiharda Sultan Məhmud Qəznəvi hökumət edibdir. Yəni biz hökuməti soruşduq da. İndi buradan bir də soruşduq ki,
Məsələn, bunu bir baxaq. Əvvəl bunu bildik da, yəni ki, e, indi 2026-dır. Bu da 998-dən qoysaq, hesablasaq gələr bu qədər. Qəndahar və onun ətrafındakı bölgələr o zamanlar bölgəyə Ruxac deyirdilər ya da Roxc deyilirdi. Sultan Məhmud Qəznəvi dövründə tam, diqqət buyurun, adlar değişdi ha. Adlar değişdi. O zaman deyir ki, o bölgəyə Ruxac deyilirdi. Sultan Məhmud Qəznəvi dövründə, indi bu ad ha zaman dəyişibdi Qəndahara falan, diqqət buyurun. Bu çox önəmlidir. Bunlar adları necə dəyişdiriblər tarixdə, onlar çox mühümdür. Qəznəvi dövründə tam şəkildə Türk hakimiyyətinə keçdi. Sultan Məhmud bu məntəqəni öz imperatorluğunun böyük bir hərbi və siyasi mərkəzinə çevirdi. Çox şüca bir insanlar imişlər. Çox, ya indi də. Yəni Əfqanlılar həm ağıllı, həm şüca, qorxmaz bir millətlərdirlər və çalışqan. Çox çalışqan millətdilər və çox da gözəl millətdilər. Kasıblıq bəzən insanları yandırır. Mən hətta bu Kanadada da gördüm. Kasıblar çox gözə görünəndə göyçək görsənmirlər. O qədki şəhərlərdə dövlətdilər gözəl görsənirlər. Amma məsələn, kiçik yerlərəcədən görürsünüz, insanlar o göyçəkliklər ki, şəhərdə gördünüz, Torontoda gördünüz, kiçik şəhərlərdə az görürsünüz. Niyə? Çünki insanlar kasıbdılar və çətin işlərlə çalışırlar. Əfqanlılar da kasıbdılar, amma insafən gözəldirlər. Yəni, gözəlləri çoxdur. Güney Azərbaycandan ya şeydən, İran adlanan yerdən desək daha yaxşıdır. Və çox savaşçıl bir millətdir. Diqqət buyurun ki, İran inqilabından biraz da qabaqdan bunlar Rusiya ilə başladılar savaşa. Yəni 52 il, 53 il olar ki, bunlar savaşdadılar. Hala savaşdadılar. İki əvəl qüdrəti orada sındırıblar. Yəni çox bir güclü millətlər, iradəli millətlər. Əgər bu batılı dövlətlər onların üstündən əllərini çəksələr, bir 10 il içində Əfqanistan vaqəən böyük ağıl güc olar. Böyük siyasi, iqtisadi güc olar. Amma batılılar müsəlmanların üzündən əl çəkməzlər ki, müsəlmanlar güclənələr. Və müsəlmanlar da kasıb olduqları üçün hər kəs bir pul versə onun arxasına düşürlər. İndi İran olsun, Əfqanistan, Amerika olsun, Rus olsun, hər kəs olsun. O pul məsələsi, iş məsələsi də deyək ki, şey olur. Qəznəvilər zaman 10-cu əsrin sonları və 11-ci əsrin əvvəlləri. Əsərlər Qəndahar yaxınlığında olan Ləşkəri Bazar, adı Ləşkəri Bazardır, kimi böyük saraylar və hərbi mərkəzlər Qəznəvi türkləri tərəfindən tikilib. Bu gün də o tikintilərin qalqıları türk mimarlığının o bölgədəki ilk izləri sayılır. Qəndaharda hakim olan digər türk sülalələr Səlcuqlar, Teymurilər, Babür. Nəticə. İndi burada deyək ki, bir dənə də sual soruşaq. Qəndəharda buna ayrı cür yazaq. Yazaq ki, Türklərin Qəndaharda yerləşməsi hansı tarixə qayıdır? Yəni bu hökumətlər dedi o tarixdən başlayır, amma biz bunu istəsək ki, görək Qəndahar hansı tarixdə türklərin torpağı olubdu və sonralarda nə tür dillər dəyişibdi. Türklərin Qəndahar bölgəsində yerləşməsi və orada hakimiyyət qurmaları bir neçə dövrə bölünür. Bu prosə 1600 bundan əvvələ, yəni miladi 5-ci əsrə qədər gedib çıxır. İlk izlər Ağxonlar deyə, burada əlbəttə şeydə yazıbdır,
hepatalitis diye İngilizce bir şey yazıbdı. Türk köklü olduqları haqqında güclü nəzəriyyələr olan Axonlar hiyatələ miladi 5-ci əsrdə təxminən 450-ci illərdə, yəni 500 ildən də keçdi qabağa, 450-ci illərdə Qəndaharda daxil olmaqla Cənubi Əfqanistan bölgəsinə gəlib çıxdılar. Onlar bu bölgədə ilk dəfə köçəri Türk Hun mədəniyyətinin izlərini qoydular. Türk şahilər, bu da ikinci, miladi 7-ci əsrdən təxminən 665-ci miladi ildən, yəni Qəndahar və Kabul bölgəsində Türk şahiləri hakimiyyət qurdular. Yəni biz dedik, bu adam gəldi Qəznəvilərdən başladı, amma indi Türk şahlıqlardan və şeylərdən görürsüz başladı. Türk şahilər hakimiyyət qurdular. Niyə bəs əvvəldə bunu bizə demədi? Gəldi 1000-ci ildən, yəni 1028 il bundan qabaqdan bizə dedi ki, Türklər Əfqanistanın Qəndahar bölgəsində olublar. Amma indi deyir ki, 650 çıxsaq 1450 il, 45 il, 35 il, 45 il bundan qabaq, 35 il. 1435 il bundan qabaq deyir ki, Türklər orada Türk şahilər deyə hakimiyyət qurublar. Bu sülalə Qərbi Türk xaqanlığı ilə bağlantılı idi. Qərbi olur bizim tərəflər, bura Qərbidir. Və özəlliklə ərəb yürüşlərinə qarşı bu bölgədə böyük müqavimət göstərildi. Qəndahar bu dövrdə Türk şahilərinin nizarətində olan önəmli şəhərlərdən biri idi. Qəznəvilər də, dedik ki, bunu oxuduq, 998-də gəliblər, o Türk şahlarından alıblar və Teymurilər də gəliblər, Qəznəvilərdən alıblar, Əfşarlar və Qacarlar da ki, gediblər, onlardan alıblar. Babürilər də əlbəttə o vəsətdə vardılar. Babürilər sonra Hindistanda ciddi şey. Hər halda burada necə çıxış kitabımıza qeydaq. Dedi ki, rivayətlər şöyle rivayət edərlər ki, Əcəmdə bir padişah var idi, Qəndixar padişahı dərlərdi. Amma bunun dünyaya heç zürriyyəti gəlməmiş idi. Bir gün padişah sabah namazını qılıb yerinə oturduqda xanım Sultan Əlinə əndam aynəsini şahın qarşısında tutarkən bir ah çəkdi. Xanımı, əfəndim, nə üçün ah edərsiz? Elhamdülillah, bərakımız yox. Nə mənə deməkdir bu? Bərakımız nə mənədir? Bunu yazaq burada görək ki, bu söz hangi anlamı daşır? Ondan rahat bir bu söz mənim üçün taza bir söz olduğu üçün bəraksımız marağımız olacaq kimi, amma b ilə yazıbdır. Mən ona görə bunu bıraksız ya bıraksımız kəlməsi böyük ehtimalla Qəndahar bölgəsində məskunlaşan Baraqzay tayfası ilə bağlıdır. Əgər əlinizdəki qədim mətnlərdə ya da əlyazmalarda bu sözlə qarşılaşmışsınızsa, bu nöqtələrə diqqət etməlisiniz. Baraqzay eli. Bu tayfa Əfqanistanın ən güclü ellərindən biridir və Qəndahar onların əsas mərkəzidir. Cəlib nöqtə budur ki, bu elin adının kökündəki barak kəlməsi türk mənşəi bir ad kimi də tanınır. Qədim türkcədə tüklü it ya da sürətli mənasında. Tarix boyu
Qəndaharda türk tayfaları ilə yerli ellər arasında çoxlu qarışıqlıq və mədəni əlaqələr olub. Tamam. Hər halda bu zahirən deyir ki, əlhəmdülillah, baraqsızlığımız yox. Məncə burada o mənada gəlmir. Amma bir ayrı mənada, görün bunu ayrı mənada yazıb deyil. Mətndə nigeranlıq anlamında görünür. Görək bunu nə deyir? Mətndə bu kəlmə nigeranlıq yolluqda görünür, gözü yolda qalmaq və intizar mənasında işlənibsə, gözün kökü bu böyük ehtimalla qədim türkçədəki bırax ya da onunla bağlantı bir şəkildə klassik mətnlərdə və özəlliklə Cağatay ya da əski Azərbaycan türkçəsində nigerançılığı ifadə etmək üçün buna bənzər bir neçə tərkib var ki, sizin gördüyünüz kəlmə ilə üst-üstə düşə bilir. Bıraxmaz kimi bir tərkib. Əgər kəlmə bıraxmaz kimi oxunursa, mənası əl çəkməz ya da bir an belə fikrindən çıxmaz olur ki, bu da şey deyil. Baxışmaz o da deyil, əl yazma. Hər halda burada mən onu görürəm bir təklif. Siz 500 kitab əl yazma üstündə çalışırsınız və bu çox böyük bir işdir. Bu sözün göründüyü cümləni tam yazarsınız. Tamam, cümləni də tam yazaram. Efendim, ne için edersiz? Edersiz. Elhamdülillah. Elhamdülillah. Bırak. Bir əskiyimiz yoxdur. Tamam. Bir əskiyimiz. Tamam, mən bunu bildim, amma bir əskiyimiz yox. Tamam, bir əskiyimiz yoxdur anlamındadır, amma tamam. Elhamdülillah, bir əskiyimiz yox, padişah etdi. Xeyr, bir əskiyimiz yox, lakin dünyada bir oğlum olub, bəndən sonra təxtə oturuydu. Bunun üçün eylədim, dedi. Xanım Sultan əfəndim, dünyada hər dərddən dərmanı bulunur. Hər dərdin dərmanı bulunur. Səyahətə getmiş olsanız, bəlkə dərdinizə dərman bulunur, dedi. Padişah əmr edib, vəziri huzuruna dəvət edib, 2 qat dərviş əsvabı al gəl, dedi. Vəzir dəxi kötürüzdü. Nə mənə kötürüzdü? Vəzir dəxi gətirdi. Vəzir dəxi gətirdi. Padişah ay lala şunları cəbəlləməşdə bərabər ceyilmədə ay lala şunları ciyəlimdə bərabər səninlə siyahətə çıxalım, bəqalım ayinə-i davran nə surət göstərər. Yola rəvan oldular. 3 saat yer gedib bir çeşmə. Tamam, burada kitabın təəssüflə son səhifəsinin əksi, son sətrin əksi düşmürdü. Hər halda bu kitabı mən fikir edirəm ki, öncədən bir dəfə oxumuşduq. Onun üçün bunu burada qoyaq qalsın. Gedək ikinci kitabımıza bugün baxaq. Məncə bu kitab ki, başlamışdıq, yəni Şah İsmail və Gülzar hekayəsi.
çox önəmli bir kitabdır. E, Bundan belə ki, gördünüz, məsələn, mən o bir əskiyimizi oxumaqda çox çətinliyə düşdüm. Amma bu bir növ şeydir da, yəni məsələn biri ber yazıbdı. Eynən ber. Ber əskiyimiz yox. Padişah etdi xeyr. Xeyr. Bir əskiyimiz yox. Bir yəni yazmaqda səsləri kamil qoymayıblar və bu da sonralar yazılıb. Yəni bu dedik ki, hansı tarixdə? 1271-də yazılıb. Yəni indi 1400 bunu da baxaq əlbəttə. Tarixi çıxadaq, o da cəlib olsun. İndi 1447-ci ildir, yox. Bu kitab 1271-i bundan çıxsaq 176 il bundan qabaq bu kitab çap olubdur və 46 səhifələ İstanbulda. Tamam, bu qədər görər, məmulən biz çap kitabları oxumuruq və şey eləmirik, amma bu cəlib mənə gəldi. Vəli sonra da gördüm ki, bunu qabaqcadan oxumuş ola bilərik birazın. Burada gəlirik bir ayrı kitaba, baxaq, görək ki, bu kitab nədir və nə haqqındadır. Üstünə yazır ki, Məcmuə-i Büyü-i Həmzə və Nəmənə 1129 Hicri qəməri ilə deyir, yazılıb 440 səhifədə. Amma bunu PDF 220 səhifədə götürür. Bunu bəllədir ki, PDF-in hər bir səhifəsində kitabdan 2 səhifəni ora qoyublar. Kitabın əvvəlcə bir nəqqaş şeyinə baxaq, görək kitabxanada saxlanan kitabın durumu necədir. Görürük ki, kitabın cildi təqribən çox köhnəlibdir, qıraqları zadları gedibdir, bəzi yerləri cırılıbdır və nəzərə gəlir ki, əks çox kəsif də olubdur, yəni kirlənibdir. Üstündə kitabın əvvəlində Mafi Hazəl Mücəllədi, bu kitabın içində nələr var deyə bir şey, kağızı kəsiblər, çox gözəl bir şəkildə. Onun içində bunun fehristini yazıblar, yapışdırıblar kitabın üstünə. Bir ayrı kağızda. Bu kağız o qədər işlənibdir ki, çox kirli olubdur. Kitabın qərə cildi ilə onun o qədər fərqi yoxdur. Hətta oxunması zor olub belə. Amma cəlibdir. Sonra bu kitab İranın Şura Məclisinin kitabxanasında saxlanır. Onu görürük. Boyu 18 santidir və eni də 2 səhifəsinin eni 25 santidir. Yəni 12 santi yarım boyudur və 18 sant, üzrsən 18 sant boyudur, 12 sant yarım da hər səhifənin enidir. Kitabın ikinci səhifəsində görürük ki, kitabın boyu qədər Məclis-i Şura-i İslami kağızını cırıblar, yapışdırıblar. Birinci səhifədə də yazı yazılmışmış, onun üstünə yapışdırıblar. Umarım ki, yapışdırmamış olalar, sonra bunun əksini başqa cürə qoyaq. Kitabın ortasında, yəni Şirazə cırılmışmış, onu bir qırmızı kağızla ya da çöhrayı kağızla onu yapışdırıblar kitabın ortasına. Bu tərəfdəkini də ehtimalən bir şeyləri burada yazıblar, baxarıq görürük ki, onlar nədir. Kitabın təzəşdən səhifəsini açır, bir cildi görürük və yazını görürük. Nəzərə gəlir ki, o baxaq görək hər halda. Bəli, o elə təəssüflə o cürsüdür. Sonra burada La ilahə illallah Muhammed Rasulullah ma ərsəlnəkə illə rəhmətən lil aləmin deyə belə bir şey kitabın 2 səhifəsinin başında yazıblar. Ya Allah Cəllə Cəlalih Əbu Bəkr olacaqdır. Əbu Bəkr rəziyallahu anh, Osman rəziyallahu anh, İmam-ı Həsən, İmam-ı Hüseyn, Əli, Ömər rəziyallahu Məhəmməd. Ehtimalən beləsi oxuyacaq. Yəni üstə o La ilahə illallah Muhammed Rasulullah ma ərsəlnəkə illə rəhmətən lil aləmin bunu beləsi oxuyacaq. Burada ya Allah, ya Muhammed sallallahu aleyhi və səlləm, Əbu Bəkr, Ömər rəziyallahu anh, Osman, Əli, İmam Həsən, İmam Hüseyn deyə bu cür oxuyacaq. Ortada həm qərə yazılar vardı, şeir kimi, həm qırmızı yazılar vardı, ayələr kimi, həm qərələr, həm qırmızıların üstünə səslərini qoyublar. Necə ki, adların da üstünə səslərini qoyublar. Sonra gəlirik, görürük ki, kitab çox kirlidir. Yəni, çox işlənibdir və bunu indi biraz yekəldək ki, bu görünsün.
Tamam, umarım ki beləsi olsun. Burada bir şey yazıblar, üstə silinibdi və zahirən lüğət kimi bir şeydir bu kitab. Hazihi Bismillah-i İncil. Bismillah-i İncil nədirdir? Üstümi tuyas setuhan alabi li. Bismillah-i Turat. O da Bismillah-i Turat nədirdir? Bismi Ali Rahimə və Vahna. Haza min İncil fi nə'tin Nəbiyyə sallallahu aleyhi və səlləm. Belə bir şeylər yazıblar. İndi hər halda bəzi kəlmələr qırmızı, bəzisi qərə, amma hamısına da səs qoyublar. Əsli kitab əslində Risale-i Əqaid və Şurut-i Salat adında bir kitab başlanır. Deyək ki, məsələn, neçinci səhifədə bunu baxsaq, cildinə bərabər. 1, yəni PDF-i baxır da. 1, 3, 5, 7, 9, 11, 13-cü səhifədə kitab əslində başlanır. Xəttlər bir-birinə, sətirlər bir-birinə çox yaxın, kəlmələr bir-birinə şeydir. Amma yazısı yaxşıdır. Yəni oxuya bilərəm bunu mən, pis deyil. Bəzi kəlmələr hamısı kollən qərəcə yazılıbdır və kitabın səhifəsində düzdür ki, qıraqda, bir qıraqda yazmaq üçün, qıraq yazı yazmaq üçün yer qoyubdur, amma çox az yer qoyub, əgər yer qoymuş olsa. Küllən. Amma o qədər sətirləri çox yazıbdır ki, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 29. Hər səfədə 29 sətir yazıbdır. Yəni diqqət buyurun, indiyəcən ən çox şuluq kitab görmüşdük, 21 sətri var idi. Bunun 29 sətri var. İndi yadımdan çıxdı, 29 idi həqiqətən, bəli. Bu qədər yəni mətləb yeritir. İndi bunu diqqət eləsək, məsələn, 2 sətrində olan səfəni də saysaq, məsələn, buradan bunu saysaq, 1, 2, 3, 4, 5, ərəbcədə əlbəttə bu cümlə, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Hələ, indi məsələn, burada bunları hesablasaq, 14-15 kəlmədən ibarətdir bir cümlə, ərəbcəsi. Əlbəttə, bu zahirən kitab ərəbcədir. Bəli, kitab ərəbcədir. Kitab ərəbcədir. Bilirsiniz, kitab ərəb, aha, burada gəlir əlbəttə 30-cu səhifədə, PDF-in 15-ci səhifəsində kitab qurtarır, bir ayrı kitab başlanır. O kitabın Kitab-ül Vəsiyyəti qaləl filan, Ər-Rabi'ü min səlasi ma bəqiyə min deynihi min vəchil ibadi, sümmə ələ i'tai ma bəqiyə min zalikə limən şə'ə minəl fəqiri ində istiğnai bilvərəsəti liqulihi aleyhissalatu vesselam innəllahə taala cəələ. Buradan kitab yarımçılıq qalıbdır. Yəni, burada kitab buradan gəlibdir və burada kitab yarımçılıq qalıbdır. Gedib bir ayrı kitab başlayıbdır. Bu da Kitab-ı Nəqərrül İmami Əl-İşa'u, nə mənə görsənmir. Əl-Ədəm Rəziyallah. Ehtimalı İmam-ül Əzəm Rəziyallah olacaqdır. Yəni, biraz beləsi eləyəndə, o özünüzə tərpəşəndə kəlmə görsənir, cəlibdir. Kitab-ı Nəqərrül İmamə Əl-Ədəmu Rəziyallah anh. Bu kitab biraz fərqli yazılıbdır. Dedim, o kitab yarımçılıq qalıbdır, bu kitab başlayıbdır. Nədən isə belə bir şey olubdur. Ehtimalən o kitabı alıblar, bu kitabı da alıblar, qoyublar, bir dana kitabın içində yerləşdiriblər. Bu kitab da, buradan görürəm, ərəbcədir. Davam edir, ərəbcədir. Bu da 2-3 səhifədən sonra qutarır. Buna da tarix qoyubdur. 1121-də bu qutarıbdır bu yazı. Buna tarix qoyubdur. Tazaşdan buna tarix qoyub. Tamam. Bir səfə boşdur. Ondan sonra yenə bir dana mətni yazıblar. Nüqtəsiz mətni. Yəni, həm ərəbcədir və həm nüqtəsizdir. Əsla nüqtə istifadə eləməyibdir.
2 səfərlikdir, o da qurtarır. Ondan sonra ehtimalən o qabaqçı kitabın ki, ərəbcə idi, onun davamı gəlir. 2-3 səfər. Burada da ehtimal 1129-cu tarixi görürük. Ulaikə əshabul cənnəti hum fiha xalidun. Təmmət ehtimalən 1129 səhifəsi də beləsi o 120 necə. Bu ehtimalən bir ayrı kitabdan götürüb yazıb bura. Orada da bir neçə dənə Bismillah vardı və 1, 2, 3, 4, 5 dənə Bismillah bir səfədə. Ehtimalən dua kimi bir şeydir. Mən nədir bilmirəm. Davam edir amma sözlər aha, burada türkləşir. Yəni bu Bismillahlardan sonra türkləşir. Əcəba bundan qabaq da türküsü var imidi? Yox. Elə bu Bismillahlardan sonra biraz sonrası Seyyid, burada yazıram səhifə 21, buradan türkücə bu birinci kitab, bu da ikinci kitab. 21-i burada yazaq ki, biz burada türkcəni başlarıq buradan oxumağa. Bu kitab buradan başlayır türkcə yazılmağa və türkcədə eyni ərəb kimi yazılıb. Yəni səsləri tək-təki hərflərin səsi üstünə qoyulubdur və standart olunubdur. Çox da gözəl yazılıb əslində. Yenə də birazdan gələndən sonra çevrilibdir ərəbcəyə. Nə qədər gəlib bu isə onu da diqqət eləməmişəm, amma bəzən bu səslər eyni cür yazıldığına görə adam deyir bəlkə türkcədir ya ərəbcədir, qatışdırır. Bu səhifədə qurtarıbdır. Yəni 25-ci PDF-in 25-ci səhifəsində türkcəsi qurtarıbdır və ərəbcə yox şey olur. Bəli, ərəbcədir. O qədər türkcəsi yoxdur. Yəni orada burada türkcəsi var, amma o qədər türkcə deyil. Burada da ehtimalən bir ayrı kitaba geçir, amma yox elə aynı kitab deyil. Hadil Əşəri babların yazıb əlbəttə. Be inayəti müsəmma el-cəlalə mən təttəbəə oxumur. Qırmızılar qailən və qilə əlamətə əhl-i saadəti ehdə əşərə. Əhl-i saadətin 11 dana əlaməti vardı. Xisləti vardı. Əvvəlhə ən yekuna zahidən fid dünya və rağibən fil axirəti. Əs-sani ən yekuna himmətul ibadəti və təlavətil Qur'an. Əs-salisu. Tamam, bunlardan geçək. Burada da bir dənə səhifə, bir dənə kağızda yazmışmış, nikah haqqında bir şey yazmışmış, onu qoyub burada qalıbdır. Elə oralar da onun arasından götürməyiblər, həmin yerdə qoyublar. Burada da kitab var, kitab Haza təəllümü fi təriqi təəllüm. Kitabın adı Haza kitab-ı tə'limil mütəəllimi fi təriqi təəllüm. Bu kitab öğrencini öyrətmək üçün də necə öyrənmək yolunda yazılıbdır. Bu kitabın çox oxuyublar, bəllidir. Çünki öyrəsə tamamən yazıblar. Belə nəzərə gəlir ki, ərəbcədir kamilən. Bəli, ərəbcədir, səhifələrinə baxırıq və çox bunun nə cür təlim, tərbiyə sistemi haqqında olacaqdır, ərəbcədir. Amma bunları əlbəttə oxumaq başarsaq, bunları oxusaq bizə çox faydası olar. Çünki bilərik bu, bəlkə türklər yazıblar və ərəbcə yazıblar. Və bu bizim hər halda kültürümüzdür. Yəni ərəbcə yazanda bizim kültürümüzdən çıxmır ki, bizim düşüncəmizdən, bizim yaratdığımız şeydən çıxmır. Bizim yaratdığımız ayrı bir dildir. Hər dildə yaza bilərik, yəni bunun heç bir iradı yoxdur. Düzdür ki, mən şəxsən özüm deyirəm türkcəni oxuyayım, çünki türkcəm çox zəifdir. Ərəbcəni də təqribən 0 desək daha yaxşıdır, amma ərəbcəni də, məsələn, bu kitabı düşünürəm, yəni anlaram bu kitab nə deyir. Mənə bu çətin gəlməz. Amma orada-burada lüğət olacaq, türkcədə də o qədərdir, bunda da. Amma istəyəm bir dənə dərin elmi oxuyam, onda gərək edəm ərəbcəni kamil öyrəşəm. Tazaşdan yetişirkən də o səhifə ki dedik yazılmışdı. Əlbəttə burada buna yazır 1100
1134-ü tarixin burada görürük. Yəni bu kitaba 1134 tarixin qoyubdur. Bu da əl yazı idi, dedik, ərəbcə idi. Onu gördük. Yenə burada o kitab ki, dedik, kullən yazılıbdır və bir dənə nöqtə qoymayıblar səhifədə. Aynı mətləbin qalanı davam edir buradan. Nəzərimə gələn beləsidir. 2 səhifə ondan sonra qurtarır, geçir nöqtəliyə. Yəni burada bir səhifədə son cümləsində əl-muxtar sözünün nöqtəsi var 2 yerdə. Ondan sonra nöqtə yoxdur. Əlbəttə bir yerdə də nasəzətə deyə nöqtə görsənir. Ondan sonra da bir qıssa mətləb aşağıda yazılıbdır və sonra keçir bir ayrı mətləbə və beləsi bu nədir? Nəsihəti Şərəfüddin. Bu nə mənədir? Ətbanı budur. Ətbanın budur pəndü kəlami, səqin ifrat ilə yemə təami. Ki əmrazın əsli çox yeməkdir, gecə bidar و gündüz uyumaqdır. Səqin qəl çox yeməkdən hər yemişi, zərərdir çox yemək, bənzi و dişi. Bəqzi و dişi. Ehtimalen erkək dişi demək bəqzi o cür olacaqdır. Yerisən نول istə qalib ikən əlün çək gəl məbədün kil məbədün talib ikən oyanıb. Məsələn burada bir dənə şeirdir görürük, türkçə yazılıbdır. Bir səhifədir, Şərəfüddinin nəsihətnaməsidir. Nəsihətidir. Onu ondan sonra axirində də bir dənə şeycə yazıbdır. Qırağında bir farsca bir şey yazıblar. Neveşte mən ancaq ki xətt qərib, nəsr minəllah və fəthün qərib. Cəm şərdən bəhri to in yadgar, əz dua xeyr mara yaddar. Allah rəhmət eləsin. Bir nəfər oturub bunları toplayıbdır. Sonra yenə də getişirik bir ərəb mətninə. Çox şuluq. Yəni bunun əksini salsam vaqəən şeydir. Haza kitabul hisnil hasinil müntəxəb. Kitab-ı Hisnül Həsin adında bir kitabın müntəxəbidir. Oradan buradan seçilmişsin. Amma bundan bir əks, yəni baxsaz vəhşət elərsiniz. Çünki ağ yeri kitabda yoxdur ki, deyək kitab ağdır. Ya deyək kitabın bir ağ yeri var. Bismillahirrahmanirrahim fəqət altı boşdur. Zahirən ərəbcə bir şey yazılıbdır. Sonra da cəlibdir ki, ərəbcə təfsir eləyib kitabın altında. Mən dedim bəlkə o türkcə olar, amma yox. Ərəbcə cümlələri, sətirləri yazıbdır. Sətirlərin arasında ərəbcəni təfsir eləyibdir. Çox qoxmalı bir kitab. Yəni bəllidir ki, bunu Allah Allah. Burada əsla və əbəda qədim mollalar belə dərs oxurmuşlar da. Yəni mən bunları getirəm. Daha bunlar həm hər iki tərəf ərəbidir. O kitab Hisnül Həsin idi, nə idi? Onun xülasəsi müntəxəbidir Hələbi belə. Bunun üstündə, aha, gəldi buraya yetişdi. Salatü təsbih gəldi bunlara. Və burada əlbəttə o kitab ehtimalən qurtardı ya da ki, buradan bunu yazmayıblar. Burada çox gözəl görsənir. Yəni, Elhamdülillahi salasa, Allahu Ekber salasa. Bu ehtimalən namaz haqqındadır ya nəyin haqqındadır? Yazıbdır. Fəizə və zəərə رجله في الركاب قال بسم الله فإذا استوى على زهرها قال الحمد لله سبحان الذي سخر لنا هذا وما كنا له مقرنين وإنا إلى ربنا لمنقلبون الحمد لله ثلاثة الله أكبر ثلاثة سبحانك إني ظلمت نفسي فاغفر لي إنه لا يغفر الذنوب إلا أنت دعت. Həl halda belə bir, yəni bunlar oxuya bilərəm ərəbcəsin və anlaya da bilərəm, amma orası yenə də yetişdik elə bir yerə ki, yenə də o cür çox qərə yazıblar və görsənmir, ərəbcədir bu kitab çoxu. Tamam, bunu heç oxumağa vaxt qoymayayım. Bu kitabın yenə burada bir tarix qoyubdur, 1140-da. Elhamdülillah ələl itmami ən yedi İbrahimil imam fi 7
nə mənədir? Orada bir dənə ca yazıbdı. İndi nə mənənin əvvəli olacaq? Hansı ayın əvvəli olacaqdı? Fi 7-1140. Burada bu kitabda burada qurtarır. Yenə də keçir bu bir səfiyyə, calib münacat. Haza kitabi bi mürşidil mütəəhhilin. Mürşidil mütəəhhilin adında bir kitabdır ki, burada başlanır və ərəbcədir. Bu mürşidil mütəəhhilin devam edir hala, ərəbcədir. Calibdir, yəni mütəəhhillər üçün bir kitab yazıbdır. Yəni mürşid, yəni onları rəhbərlik edir. Və bu ailə üçün, ailə ehtimalən ailə kitabıdır. Əhliyalla. Bu da kitabda 1141-də yazılıbdır. Fi 27 lam, indi bu yenə də hansısıdır? O tarixdə bu kitab qurtarıbdır və Haza dua İmam-ül Əzəm rəziyallahu anh. Burada o da olardı. Ondan sonra Hədis-ül Ərbəinə bil İmam. Bu da Hədis-i Ərbəin 40 dənə hədisdən ibarətdir. Nömrələrin yazıbdır və kitab cırılıbdır əslində. Başqa bir şeyə keçibdir. Yəni burada Hədis-ül Ərbəinə bil Təmam qutardı. Bil İtmam burada qutardı. Buradan sonra kitabı cırıq səhifələr cırıblar, yapışdırıblar çox böyük yazı ilə. Və yenə gəlir bir ayrı kitaba. O da ərəbcədir. Əxlaqun Nəbi sallallahu aleyhi deyə bir kitabdır. Bu türkcədir. Əxlaqun Nəbi deyə hüsnül xulq, yəni xuyi gözəl idi, təvazu edərdi. Bunca kəmalat sahibi ikən ülülənməzdi. Əhkam-ı Qur'ani tamam tutardı. Nəfsini alçaq görərdi. Köklü paç idi. Kibri, kin, boğzu, ədavət əsla yox idi. İndi burada bir şey yadıma düşdü. Mən istirdim onu da bir soruşum şeylə. Əlbəttə namazı soruşmuşuq. Namazı da deməyək. Salat İslamda hansı il Həzrəti Rəsul tərəfindən vacib oldu. Ehtimalən əsra Peyğəmbər gedib o gündən olub. Amma mən bir ayrı bir şey düşünürdüm. Bu yadıma gəldi indi. Neçə gündür bunu? Həzrət Rəsul Əkrəm dövründə və İslamın ilk illərində namazın salat vacib olması bir neçə mərhələdə baş veribdir. Amma tam şəkildə və müəyyən vaxtlarda vacib olması Mirac gecəsinə qayıdır. Bu haqda əsas nöqtələr bunlardır. Beysətin ilk illəri Məkkə dövrü. İslamın ilk günlərindən Həzrəti Rəsul sallallahu və Həzrəti Əli, Həzrəti Xədicə namaz qılardılar. Nə cür qılardılar, nə ilə qılardılar? Amma o zaman namaz böyük ehtimalla 2 vaxt idi. Bir günəş çıxmamışdan o əvvəl, biri də axşam çağı. Mirac gecəsi qəti vacib olması. Məşhur tarix, əlbəttə o dedi, daha indi bir iddia da ona, dəlil yoxdur. Məşhur tarixi qaynaqlara və hədislərə əsasən 5 vaxt namazın salatul xəms vacib olması Peyğəmbərin hicrətindən təxminən 1 ya 2 il əvvəl baş verən Mirac hadisəsi ilə bağlanır. Tamam, bu odur. Bəs o hadisə ki deyirəm, o deyil. Amma hər halda burada bir kitaba rastlayalıq. Əxlaq-ı Nəbi adında türkcə yazılıbdır və ərəb kimi səs qoyulubdur. Kitabın bu səhifələrinə su keçib hesabı və ehtimalən o kitab da yarımçılıq qalıbdır. Yəni bu kitab ki burada görürük, türkcə yazı yarımçılıq qalıb. Çünki bu səhifə bir ayrı kitabdır, ehtimalən yapışdırıblar bunun arxasına və bu səhifədə bir ayrı bir şeydir. Ondan heç ilgisi yoxdur, cırıqdır. Haza Kitab-ül Büyü-i Həmzə Əfəndi, o Büyü-i Həmzə Əfəndi buradan başlanır ki, zahirən bu da türkcədir, bəli. Bu da türkcədir. Büyü beyin cəmidir, alver. Deyir ki, məsələn, burada ortasından oxusaq, türkçəsi cəlibdir, bunu qeydim dalıya. Kitab-ı Beyi Şər, Beyi Şirail Həmzətil Həmzə Əfəndi. Buradan bu kitab başlar. O Həmzə Əfəndi dedikləri ehtimalən bu kitab olacaqdır, türkcə.
فهذا بیوعی حمزه افندی بسم الله الرحمن الرحیم الحمدلله الذی بین الحلال والحرام و جعل التعلیم و التعلم کمال الانام و الصلاة و السلام علی من اوتی حکما و حلما و فی الکلام المجید امر بالدعاء ربی زدنی علما و علی آله و اصحابه الذین سلکوا مسلکة فی تبلیغ الاحکام و علی من اکتفا آثارهم من التابعین و تبع التابعین الى یوم القیامه. اما بعد her insana ilm halini bilmek ve muktezasınca amel etmek lazımdır ve dahi etiqadat babında ve ibadat babında lisan-ı Türki üzerine neçə risalə təlif olunmuşdur. Xüsusən ki, bir bürüçlü, ehtimalən bu bürüçlü nə deməkdir? Bürüçlü Məhəmməd Əfəndi rəhmət. İndi bunun Berkilidir əlbəttə. Görək bu nə olur? Yazaq görək bu nə olur? Berkili Məhəmməd Əfəndimiz. O cür oldu. Məhəmməd Əfəndimiz. Tamam, hələ birəsi biz yazaq da görək ki, bərəkətli kimi olur, amma bərəkət deyil. Yəni bunu deməli yox. Sizin oxuduğunuz əlyazma böyük ehtimalla Berikli Məhəmməd Əfəndimiz haqqındadır. Bu ad klasik Türk İslam məntinlərində və özəlliklə təsəvvüf və əlyazma kataloqlarında iki önəmli şəxsə işarə edir. Həzrət Məhəmməd də özgə deyil. Məhəmməd Bərkuy, İmam-ı Bərgivi, İmam Birgivi, Birgili Məhəmməd. Ən məşhur ehtimal İmam Məhəmməd Bərkuy təxminən 1525 miladi 1573-ci 23-dən 73-dən 50 il ömr edibdir. O, Osmanlı dövrünün ən böyük alim və fəqihlərindən biri idi. Əsəri onun Təriqət-i Məhəmmədiyyə kitabı qərnlər boyu türk dilində və ərəbcə əlyazma şəklində mədrəsələrdə tədris olunur. Niyə Berkili? O, İzmirin Birci bölgəsindən idi və mətnlərdə ona Birgəvi ya da əski oxunuşlar Birikli deyərdilərdi. Tamam, onda o deyil. Xüsusən ki, Birikli Məhəmməd Əfəndi rəhmətən vasiənün cəm etdücü Risale-i etiqadati və ibadati cami olub əvam-ı xavas anınla müntəfə olmuşlardır. Həzrət Məhəmməd dəyilmiş də Birikliymiş. Və lakin müamilat babında bey-ü şəradə və sair xüsusidə ribadən və fəsadədən xalas olmaq üçün lisan-ı Türki üzərinə bir risale-i məşhurə və mütədavil olmadıysa, bunun birlə ki, bu dəxi ziyadə mühüm oləndandır. Zira bir kimsə ticarət üzərinə olub məsail-i şər'iyyə bilməsə, ol kimsənə əlbəttə ilə yazıbdır, tığla h yazıbdır, əlbəttə ribaya qərq olur. Nitəkim Həzrəti Əli kərramallah vəcəhudən mənquludur ki, mən ittəcərə qəblə ən yetəfəqqəhə fəqəd irtətəmə firribai sümmə irtətəmə firribai yəniğurqə fihi imdi bu həqir fəqir pür təqsir əzimət etdim ki, müamilat babında lisan-ı Türki üzərinə bir risalə cəm etdim ki, anınla əvam-ı nas müntəfi olub bu fəqir dəqiq ehya-i din-i mübinə səy edənlər məsləkinə süluk edənlərə
bir münasibət olmaq ilə yevm həşrdə anlar ilə həşr olunmağa bir əmniyyə ola. Diqqət buyursunuz, bu kitab buracan əlbəttə səs qoyulubdur. Bu biri səhifədən də səsi az qoyulur, elə bil, yox qoyulur belə. Amma calibdir, elə səs qoyublar ki, şuluq görsənmir. O birislərdə çox şuluq görsənirdi, burada çox gözəl görsənir. Və yevm həşri və əhval. Diqqət buyursunuz, kitab gedir təxəssüsi alver üstünə və riba üstünə, yəni sud bankı deyirlər indi İranda və İslam dünyasında. Onun üzərinə ciddi bəhs açır kitab. Yəni çox ciddi bir təxəssüsi bəhsə girir və bu bir İzmir'in yaxında Berekli adında ya yeri adında bir şəxsidir ki kitabı o zaman yazıbdır, amma bunu baxmadıq görək ki, hangi tarixdə yazıb. Yəni bu da mühümdür. Bu əlbəttə də hangi tarixdə yaşayıbdır? Tarixi hicri desək yazsa daha biz rahat olduq. Tarixləri həmişə hicri olaraq yaza bilər misin? Tamam, görək ki, bu adamın hicri adında nədir? Bu adam Məhəmməd Bərkuyinin, əlbəttə bundan bir neçə kitab oxumuşduq indiyəcən. 981 hicridə bu Allahın rəhmətinə getmiş isə 981-də, yəni 447 il buradan, oradan da deyək 20 il, 466 il bundan qabaq bu adam yaşarmış. Yəni 466 il bundan qabaq bu adam Allahın rəhmətinə gedibdir. Kitabları da təbiən ondan qabaq yazılıbdır. İndi neçə il ondan qabaq bu kitabı yazıbdır. Ən azından deyək ki, bu kitab 470 il bundan qabaq yazılmış bir kitaba bənzər. Kitabın adı Məcmui ad. Mən yazıram məcmui yazılar, amma burada Risale-i kitabın adını qeysaq baxsaq, Risale-i Kitab-ı Əl-Biyu' Həmzə Əfəndi. İzmirlidir əslində. Bu hər zaman yazıbdır. Dedik ki, Foti 981 hicridə olsa, hicri qəməridə olsa, yəni 666 il, üzr istəyirəm, 466 il. 466 il öncə bu kitabı, ən azından bu kitabı ölən günü yazsa 466 il öncə bu kitabı özü təxəssüsü iqtisad haqqındadır və bu çox ciddi bir kitabdır. Əvvəldən də bunu oxuduq, sürətlə görürsünüz ki, çox gözəl yazıbdır, adam eləyə bilir ki, rahatca və yevm həşr və əhvallərini fikr edənə lazım olan budur ki, cəmi umurini ibadatidə və muamilatıda şər-i şərifə uydurə, yəni onun əsasında apara. Şər-i şərifə uydurələr. Əl-ismətu lillahi və ismət də yəni adam həmişə günahın içindədir insan. Deyir ki, Allah fəqət günahsızdır, günahı eləməz. Əl-ismətu lillahi və bihi tövfiq. Bu risalə bir müqəddəmə ilə 3 bab və bir xatimə üzərinə tərtib olunmuşdur. Müqəddəmə. Səfər əhvali və pazara gedib gəlmək əhvali bəyanındadır. Bab əvvəl beyi şiradə fəsaddən və kərahətdən saqınmaq bəyanındadır. Bab sani ribadən saqınmaq bəyanındadır. Bab salis muzariədə. Muzariə İslam dinində bir növ əqd qərardaddır.
Əqd yəni qərardaddır. İslamda məsələn bir filan xanıma əqd elədin, yəni bir qərardad bağladın bu xanımına. Ya xanım da deyə bilər ki, mən kişi ilə əqd elədim, yəni ki, o kişi ilə bir qərardad bağladım. Fərqi yoxdur. Bu əqd yəni qərardad. Bab-ı salis muzarəədə fəsaddən səqinmək bəyanındadır. Xatimə kitabi xəbis olənləri bəyan edər. Üzr istəyirəm. Kəsbi xəbis olənləri bəyan edər. Müqəddəmə başlanır. Müqəddəmədən biraz da oxuyaq. Çünki bu kitab bu günləri türkcə əslində oxumadıq. Biraz bundan oxuyaq və gedək. Yəni bu son çabalamızdır. Müqəddəmə. Səfər-i mübarək nəsnədir. Səfər mübarək nəsnədir. Xüsusa ki, tələb-i elm üçün olə, yaxud dinini hifz etmək üçün olə. Nitekim hadis-i şərifdə buyurulmuşdur. Mən fərrə bedinihi min ərzin ilə ərzin və imkanə şibrən üstəvcibə ləhul cənnə və kanə rəfiqu İbrahimə və rəfiqu Muhammedin sallallahu aleyhi və səlləm. Yəni, bir kimsənə dinini səqləmək üçün bir vilayətdən bir axər vilayətə getsə, nə qədər yəqində olursa, onun üçün cənnət vacib olə və dəxi Həzrət İbrahim və Həzrət Muhammed aleyhisselamın yoldaşı olə və ticarət üçün olan səfər dəxi hüsn-i niyyət ilə səvabidən xali olmaz. Zira hüsn-i niyyət ilə dünya əməli, axirət əməli olur və yaramaz niyyət ilə axirət əməli, dünya əməli olur. İndi ticarət görürsünüz, burada deyir ki, yəni türk insanın baxışı budur. Nə işçi dünyada görürsən, axirətdə onu alırsan. Hər iki mənada işlətdir. Dünya əməli, axirət əməli olur və yaramaz niyyət ilə axirət əməli, dünya əməli olur. İndi ticarət niyyəti ilə səfərə gedən əltub gətür gedən ilətüb ehtimala, ilətmək. İlətüb gətirdici şeylərdən müsəlmanların nəfi görməsin qəsd edə və kəsb eyləyə mə'mur olduğu cəhətdən Allah Teala'nın əmrinə inqiyad edib təhsil etdiyi şeylərdən mə'mur olduğu şeylərə sərf etmək niyyət edər və səfərə çıxmaq murad etdikdə İsneyn günü, doşənbə məsələn, İsneyn günü yaxud xəmis, cümə axşamı günü çıxmaq münasibdir və dəxi görürsünüz günləri adları bəlli deyil. Ona görə şumarə ilə, nümrə ilə deyirlər. Birinci gün, ikinci gün, üçüncü gün, dördüncü gün, beşinci gün, altıncı gün və cümə. Yəni o zaman adlar yoxdur. Bu harada danışırıq? 466 il bundan qabaq, yaxud 470 il, 480 il, 490 il, 500 il bundan qabaq Türk dünyasında şənbə, yekşənbə yoxdur. Adlar var. Əlbəttə bunu ərəb kitablarda, qabaqçı kitablarda görmüşük, amma indi mən buna diqqət elədim, yəni təmərküzümə gəldi ki, bunu deyim. Və səfərə çıxmaq murad etdikdə İsneyn günü yaxud xəmis günü çıxmaq münasibdir və dəxi ayın axəri 3 gün qaldıqda çıxmaq gərəkdir. Və dəxi günün əvvəlində çıqa ilə öylədən sonra və ikindidən sonra biz də ikindi namazı qılıram deyirdik, onu deyir. Və dəxi günün əvvəlində çıqa, öylədən sonra, öylə olur nahar yemağı. Öylədən sonra və ikindidən sonra çıxmaya, çıxdığı vaxtda öndə 2 rükət namaz qıla və dəxi bu dua oxuya. Bismillahi amantu billahi və a'təsəmtu billahi və təvəkkəltu aləllahi və la huvlə və la quvvətə illa billahi l-aliyyil əzim. Allahümmə inni əvuzu bikə min və əsai əs-səfəri və kəbətil müngələbi və su'il mənzəri fi əhli və
والمال اللهم أنت صاحب في السفر خلیفة في الأهل. Burada bir şey yazıbdı, oxuya bilmirəm, çox kiçik yazıbdı. Vəlmal. Fil əhli vəlmal. Allahumma ətvəli lənə əl-ərzə və havvəni ələynə səfər. Allahumma zəvvədni ət-təqva واغفر لي ذنبي ووجهني الخير أينما توجهت و دخی سوره قل یا ایها الکافرون den muavvazatین den oxuya və dəxi istər bu deyək ki, bunları deməklə niyyətin apara Allaha tərəf, topluma tərəf. Ona görə bu ayətləri deyək ki, oxuya, bu duaları oxu. Və dəxi ixvan ilə və vidaləşələr. Musafir haqq düqdə, musafir çıxdıqda əhlinə deyə ki, İstavdəikumullahu ləzi la yəzi'u və dayəəhu. Və oturaq olan musafir bunu oxuya. İstavdəullaha Teala dinükə və əmanətükə və xəvatimə əməlikə və zəvvədəkə Allahu təqva və vəccəhəkə lil xeyrə əynəmə təvəccəhtu. Və dəxi azdən və çoxdan bir şey çəkəz ya da bir şey cənəz sədəqə edə. Cığəz olacaqdır, cəkəz. Bir şey cəkəz, yəni bir cıqqılı bir şey də olsa sədəqə versin. Və dəxi azdən və çoxdan bir şey cığəz, amma çikəz yazıb. Cığəz kafla yazıbdır,ğıyla ya qafla yazmayıbdır. Bir şey cığəz, çikəz sədəqə edə və təvarə binməyə şuru etdikdə, təvar davar, təvarə mindəgi dəstəli teyin və təvarə binməyə, biz indi normalda Azərbaycanda tavar deyəndə qoyun quzunu deyirik, yəni keçini, qoyunu, bu cür heyvanlara davar deyirik. Hətta inəyə məsələn davar deyirik. Ola bilər, yəni inəyi də soxaq bunun içinə. Amma məsələn qatıra eşeyə bilmirəm, davar deyir, mal da var deyəndə onları da tutur. Yəni böyük başlar, kiçik başlar, yəni qoyun, quzu, keçi, bunlara deyirik davar, tavar. Böyük başlara deyirik mal. Bəlkə at da, eşək də, qatır da bunların içinə girə, amma bilmirəm ki, o cürdür. Təvarə binməyə şuru etdikdə Bismillah deyə və üzərinə binməyə şuru etdikdə Elhamdülillah deyə və ondan sonra bunu oxuya. Bismillahirrahmanirrahim. Subhanəllazi səxxərə lənə haza və ma kunna ləhu muqrinin və inna ilə Rabbinə ləmunqəlibun. Zira bir kimsə İsmillah unutsa şeytan ərdləşə təğənni ilə diyu və vəsvəsə edə. Əgər təğənni etdünməzsə, kizbu, həzyan sözlər ilə vəsvəsə edə və yol üzərində gedərkən təsbih və təhlil çox edib yüksək tağlara çıxdıqda və əcaib qəraibə müttəli olduqda Allah Teala'nın əzəmətini və qüdrətini təfəkkür edib kəndi halini düşünə və bunu oxuya. Rabbena ma xalaqta haza batilən subhanəkə fəqina əzabən nar və ab dəstədə və namazında və fəraizi sünəndə qusur etməyə. Tamam. Bunlar əvvəl əxlaqi bölümləridir, dini bölümləridir ki, istəyir bunları davam etdirsin. Bu cürsü davam edir. Bu kitab, indi kaş bunun səhifələrinə də baxıyordum ki, neçə səhifədir. Bu kitab deyək ki, 100 PDF-in 180-də başlayır. Beləsi bir əlamət qoyaq burada. Görək ki, neçədə qutaracaqdır. Və hangi tarix buna əcəb bir tarixdə qoyulsa, əlbəttə biz bilirik ki, bu kitab əsl kitab deyil də. Bu kitab yazılıbdır. Yəni sonra o Berkli Məhəmmədin
əl yazısı üzündən ya da bir başqa yazı ki, onun yazısının üzündən yazılıbdır. Bu kitab yazılıbdır. Çox gözəl xətt ilə bunu yazıblar. Bunu deyim. Mən gördünüz ki, çox rahatca oxudum bunu. Allaha şükür olsun. Və məsələn, burada muzariə. Burada o qərardatların bir-bir adları gəlir. Daha mən onlara diqqət etmədim də. Məsələn, xatimə. Burada gəlir yetişir xatimiyyə və xatimədə dəvam. Əlbəttə, xatimə də kiçik xatimə deyilmiş. Elə özü uzun bir kitabdır. Bu kitabın son səhifəsini oxuyaq. Əslində kitab qutardı. Yəni burada kitab qutarır. Kimsə bunu biraz qeydaq daldan oxuyaq. Deyir ki, bu risalədə olan məsail hər nə ki var isə bir qəç kitabidən əxz olunmuşdur. Bu tamam buradakı yazmışam. Bunları bir neçə kitabdan toplamışam. Fətavai xülasə. Bir kitab bunun adıdır. Fətavai xülasə. Bir Qazixan Əşbahi Nəzair. Bu da bir dənə kitab. Yəni iqtisad haqqında həttəmən bunlar da vardır. Yəni bir Fətavai xülasə bir kitabda, onda iqtisad haqqında var. Qazixan Əşbahi Nəzair. Orada var. Dürər adında bir kitab var. Oradan da götürübdür. Mültəqəl Əbhər. Mültəqəl Əbhərü. Bu Mültəqəl Əbhərü. Bu da bir kitabın adıdır. Orada da iqtisad haqqında bir şey var. Məcalisi Rumi. Bu da bir kitabdır. Oradan götürübdür. Təbyini Məharim. Təbyini Məharim kitabından da bir şeylər götürübdür. Məharim haram olunmuşlar olacaqdır. Şərhi Şər'ə. Şərhi Şir'ə kitabından da bir şeylər götürüb. Təriqəti Muhammediyyə kitabından da bir şeylər götürübdür. Bunlardan qeyri kitabdan əxz olunmamışdır. Bunlardan sonra bir ayrı kitablardan götürməmişəm. Yəni bu indi bir neçə səhifəlik dedik, neçə səhifə 180-də başladı. 216-da qutardı. Deyək ki, orada 20 səhifə, buradan da 36 səhifə, yəni 72 səhifəlik. 72 səhifə yazısında bu kitablardan götürübdür. Fətavai Xülasə, Qazixan Əşbahi Nəzair, Dürər, Mültəqəl Əbhər, Məcalisi Rumi, Təbyini Məharim, Şərhi Şir'ə, Təriqət Muhammediyyə. 8 cild kitabdan istinad eləyərək 70 neçə səhifəlik bir kitab yazıbdı adam. O zaman diqqət buyurun ki, yəni adamlar kitab oxurmuşlar, kitab yazırmışlar. Bunlardan qeyri kitabdan əxz olunmamışdır ki, məhəllinə müraciət etmək murad edən kimsənəyə asan olub. Gedə bilər, o kitablara baxa bilər. Asan olub, şübhədən xilas oləm. Elhamdülillahiləzi hədana lihaza və ma kunna linehtediyə lawla in hedeynəllah. Allahümme ec'alna minəllezine ya'lemune lirrizaike və yerzune biqizaike və ye'temirune bi'avamirike və yentahune ennevahike. Allahümme ec'alna xatemetina xeyren bi hurmeti habibikel Mustafa və nebiyyikel Mustafa aleyhi efselis salat və ekmelit tehiyyat və ala alihi və ashabihillezine fazu bi efselil keramat. Amin ya Rabbel alemin. Təmmətir risalə tarix qoymayıbdır. Yəni mən bunun sonunun həm duasını oxudum ki, inşallah bizim də haqqımızda olsun, eşidənlərin də haqqında olsun, həm də ki istirdim bir tarix tapam, təəssüflə tarix tapa bilmədim. Amma kitab dedik ki, bu kitab çox bir şeydir. Artıq 400, ən azından 470 il bundan qabaq yazılmış bir kitabla qarşı-qarşıya yox. Və hər halda bir də neçinci səhifədə bir türkçəsi var idi. 21-ci səhifəyə keçsək PDF-in. Aha, burada da bir türkçə var. Görək ki, bu nədir? Burada hey bismillahları yazıbdır. Bismillahirrahmanirrahim. Əlbəttə burada cahil bir şeyləri var, amma və liqaillahi teala li əhlil cənnəti haqq yaravnehu bilə kefiyyəti və la təşbihin və la cəhətin və la şəfaətin. Bunlar ərəbcədir. Bunlardan çıxsaq
Burada dedik 1129-cu tarixin qoyub bura. Deyir ki, həmdi ərbəə gündə 4 kərə oxuya. Bismillahirrahmanirrahim. Elhamdülillahillazi cealeni insanen. Bismillahirrahmanirrahim. Velhamdülillahillazi cealeni muslimen. Bismillahirrahmanirrahim. Velhamdülillahillazi cealeni min ümmeti Muhammedin sallallahu aleyhi ve sellem. Bismillahirrahmanirrahim. Velhamdülillahi cealeni min muridi şeyhil Kur'an. Şeyhil Kur'an kimdir? Birahmetke ya erhamer rahimin. Temmet. Risale-i İmam Sunusi. Sunusi adında bir imam var imiş. Risale-i İmam Sunusi rahmetullahi aleyh buradan başlar. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi ve sahabihi ecmain. Bundan sonra məlum ola ki, hər aqil baliq olan kişi gərək olsun, gərək övrət olsun, üzerine farz-i eynidir ki, Tenri Teala hakkında vacib olan sıfatları ve mahal olan sıfatları ve caiz olan sıfatları bile ve anliye ve peygamberler hakkında dahi vacib olan sıfatları ve mahal olan sıfatları ve caiz olan sıfatları ile bile ve anliye. Zira bu sıfatları bülünce bilmeyen kişinin imanı sahih olmaz. O da olacaq bilməyincə ehtimalən. Zira bu sifətləri böyləcə bilməyən kişinin imanı sahih olmaz. Vacib şul nəsnədir ki, əqlidə anın ədəmi vacib nədir? Vacib şul nəsnədir ki, əqlidə anın ədəmi, yəni yoxluğu təsəvvür olunmaya. Vacib nədir? Onun əqildə deyəsən ki, onu eləyə bilmirsən, təsəvvür eləyəsən ki, yoxdur. Mahal şul nəsnədir. Mahal nədir? Mahal ədəm sözündədir, ehtimalən işlədir. Mahal şul nəsnədir ki, əqlidə anın vücud, yəni varlığı təsəvvür olunmaya. İndi dedik bu ədəmdir. Biz ədəmdən bir təsəvvürümüz yoxdur. Deyəndə ədəm, məsələn deyirik ki, ağac yoxdur. Bir dənə ağac təsəvvür edirik ki, amma deyirik o yoxdur məsələn. Məsələn bir ağac ki, adam bitə onda, məsələn meyvəsi adam ola. Belə bir ağac yoxdur. Biz bunu təsəvvür elədik, amma ədəmdir, yoxdur. Hətta bəzi şeylər ədəm bundan izafə olur ki, deyir ədəm iki cürədir. Bir zehnidə ədəm, bir də eşikdə ədəm. Biz zehnidə çox şeyləri düzəldə bilirik ki, eşikdə ədəmdir. Əqlidə anın vücud, yəni varlığı təsəvvür olunmaya caiz nədir? Caiz şul nəsnədir ki, əqlidə anın vücud və ədəmi müsavi ola. Dedik, yəni məsələn, əqlimizdə biz təsəvvür edirik bəzi şeyi, ola bilər, ola bilməz məsələn. Ola bilər ki, bir dənə ağac olar ki, oradan adam məsələn doğa. Əcəba belə bir şey ola bilər ya yox, onu bilmirəm mən. Caiz şul nəsnədir ki, əqlidə anın vücud və ədəmi müsavi ola, yəni varlığı və yoxluğu bərabər ola. İndi Tenri Teala haqqında vacib olan sifətlərin birisi vücududur. Yəni var olmaq bu sifətə sifəti nəfsiyyə denilir. Varlıq deyir buna sifəti nəfsiyyə deyilir. Da fikirəm ki, bundan sonra bu səfərdən sonra zat ansız və ol zatsız təsəvvür və mülahizə olunmadığı üçün kitab buradan düşübdür, aradan gedibdir. Diqqət burada yazıb olunmadığı üçün birisi dəxi qədəmdir. Bunlar gedir buradan bu üzə keçir bir neçə səhifə bunları təsvir, amma burada kitabın səhifəsi düşməyəcək. Çünki bu səhifə var, arxası da olsun, amma nədənsə vücudi qidəm bəqai qiyam benəfsih müxalifəti havadis vəhdaniyyət. Birisi dəxi qidəmdir, yəni varlığının, düzdür, kitabın davamıdır. Bu bir, hətta bu iki səfə də o kitabın davamıdır. Bu neçə səhifə ki burada yox, bu daha türkçədir, çox azdır, amma bəli, davam edir. Burada ehtimalən gəldi girdi ərəbcəyə. Yəni neçinci səfədən
25-ci səhifədən keçdi ərəbcəyə. Ərəbcə oldu. Bəli, oradan keçir təlim. Ərəbcə olur. Kitab vəsətdən ehtimalən nə cür demək olar? Niyə birdən-birə məsələn burada gəlibdi? 25-ci səhifənin axır 4 sətri, 5 sətri ərəbcədir, arxası da ərəbcədir. Daxı türkcəyə qeyd-etmir. Adam birdən-birə girib türkcədən girib ərəbcəyə çıxa bilmir eşiyə. Bəli. Hər halda bu kitabın əsli önəmli. Bu kitab ki, məcmuədir. Yəni çoxlu bunun içində mətləblər yazılıbdır. %90-ı deyək ki, %90 da deməyək, çünki burada bir hər halda 70 səhifəlik bir türkcə bir orada var idi, bir 10 səhifədə burada vardı türkcə. Bu kitabın ən böyük hissələrindən biri ki, axir kitabıdır, risaləsidir. İqtisad haqqında o türkcə idi, ondan da bir 7-8 səhifə oxuduq. Məncə çox gözəl oldu. Bu gün bunlarla tanış olduq. Allaha şükür olsun ki, bu günlərə bizə fürsət verdi. Bu kitabları gördük. 2 kitabla qarşı-qarşıya çıxdıq. Şah İsmail və Gülzar hekayəsini fikirlərim qabaqcını oxumuşduq. Onun üçün ondan fəqət bir səfər oxudum. Əlbəttə nəqqaşilərini zaten göstərdim. Çapdır o. Daş çapıdır ya əl çapıdır. Ehtimalle əl çapıdır. Çünki litografi dedi. Nə dedi? Belə bir adla çap olubdur. Onu gördük və əvvəldə mən kafların üzü ilə dedim əl yazmadı, amma sonra kitabın axirində gördük ki, yazıbdır bu şeydir. Nədir? Əl yazma deyil, çapdır. Və bu kitab ki, əl yazmadır, çox da önəmli kitablardandır, amma şey oldu. Biz bunu indi burada öldük. Bu günlər mən bunu öyrəndim ki, türk dilində iqtisad məsələsi çox ciddi danışılıbdır. Ən azından bu kitabla bərabər 9 kitab, yəni bununla bərabər, bundan sonra 8 dənə də ayrı kitab bildik ki, bu adam o kitablardan toplayıb bu haqda yazıbdır. İqtisad haqqında, alver haqqında əlbəttə. Və bu çox önəmlidir. 470 il bundan qabaq ən azı bu kitab yazılıbdır. Beləliklə bu günü başa çatdırırıq. Allah ömür verirsə bir başqa gün, bir başqa türk kitabları ilə tanış olarıq, başqa bir təxəssüs. Bu birinci kitabıdır ki, iqtisad